Xoş gördük əziz dinləyicilər. Bu dəfə də istəyirəm mən Türkiyədən danışam. Mən Türkiyədən danışdıqda bəzi qardaşlarımız bunu xoşlamırlar. Çünki həddindən artıq milliyyətçilik etmək istəyirlər. Amma bu milliyyətçilik deyil. Biz əlbəttə ki, naqisliklərimizi, səhvlərimizi və sahədə nə baş verir, bundan danışmalıyıq, müzakirə etməliyik. Əvvəla bu günlərdə bilirsiniz 3 şəhid vermişik. Yəni Türkiyənin şəhidi Azərbaycanın şəhididir. IŞİD-la müharibədə, IŞİD-la mübarizədə 3 şəhid vermişik. Baxın, əvvəla gələk bu IŞİD məsələsinə. Niyə görə bu günlər bu hadisələr indi baş verir? Məhz biz o vaxtda da tənqid edirdik. Məhz IŞİD-in də Suriyada yaradılmasında çox ciddi surətdə bugünkü Türkiyə hakimiyyətinin rolu olmuşdu. Bu hakimiyyətin apardığı bu rol nəticəsində bugün IŞİD hələ də indiyənə qədər Türkiyədə hər hansı bir faciə törətməkdən əl çəkmir. IŞİD-in Amerikanın və İsrailin yaratdığı bir piyon olduğunu da hər kəs bilir. Bu barədə danışmağa dəyməz. Sırf 2011-ci illərdə də biz nəyi gördük? Onu gördük ki, Türkiyə sərhədləri açıldı. Azərbaycandan da bütün dünyadan işıqçılar, adam başı kəsənlər gətirildi Suriyaya. Hətta o vaxtda Azərbaycanın Aynes telekanalı da çəkmişdi ki, Türkiyənin sərhədləri yoxdur demək olar ki. Sərhəddə qalmışdı, istədiyi vaxtda Suriyaya keçirdi, istədiyi vaxt Türkiyəyə gəlirdi. Demək ki, yuxarıdan əmr gəlmişdi və sərhədlər işıq üçün açılmışdı. Bu oyunun bir hissəsinə çevrilmişdi. Niyə? Çünki o vaxtı Türkiyə prezidentinə sən böyük Bob başqanısan deyirdi, Orta Doğunun başqanısan və o da New Osmançılıqdan həzz alırdı. Sən xilafət yaratqınan sanki o vaxtdan da Amerikalılar Türkiyədə Türkiyə prezidentinin, Türkiyə hakimiyyətinin bir xilafət yaratmasına pohpoxluyurdu. Bu günləri də biz bunun şahidi oluruq. İstər Tom Barak olsun, istərsə də Trump olsun. Trump bugün bildirir ki, mən Erdoğanla çox yaxşı dostam, o çox böyük güclü adamdır, Suriyanı da o iş gördü, Suriyanı da o aldı, Suriyadan da Bəşəri o qovdu. Az qala Erdoğan bildirir ki, yox qardaşım mən etməmişəm, amma Trump onu boynuna qoyur ki, yox əzizim onu sən etmisən, sən almısan, sən tutdun. Əslində qalsa burada yenidən Trump'ın və onun komandasının Türkiyəni sanki yeni Osmanlıcı dövləti, xilafət yaratmağa bir itələmə biz hiss edirik. Niyə görə? Çünki xilafət yaşanarsa, çünki Erdoğan hakimiyyəti özü ixvancı bir hakimiyyətdir və onu da sizə deyim ki, ixvancılığın məhv edilməsi, ixvancı hakimiyyətə qarşı məhv edilməsi barədə hətta Amerikanın özündə də senatorların da bir qərarı var. Baxın, burada həm qərar çıxardılar, həm də buradan Türkiyəni itələyirlər ki, sən xilafət yaratqınan, valla sən xilafət yaratsan güya yaxşı olardı. Axı xilafət yaradıb nə olmuşdu ki? Xilafət yaratmaqla əslində Türkiyəni məhv etmək istəyirlər. Türkiyənin parçalanmasını həyata keçirmənin daha asan olduğunu görürük. Biz Erdoğanın çıxışlarında, son dəfə çıxışında nə demişdi? Bildirmiş ki, Şah İsmailə qarşı biz dirəndik. Şah İsmail halbuki türkdür. Türkiyənindən daha yaxşı türkdür. Türk sultanlarından 1000 dəfə yaxşı türkdür. Amma Erdoğan bildirir ki, biz Kürdlərlə, Ərəblərlə birlikdə birləşib Şah İsmaili bura qoymadıq. Yenə də bildirmək istəyir ki, Kürdlərlə, Ərəblərlə biz birlikdə ixvancı bir dövlət qurmalıyıq, xəlifə qurmalıyıq və güya onda müqəddəs olacaq, güya hər şey onda yağbal içində Türkiyə üzəcək. Bu günləri xəlifət yaratmış İrana gedin, baxın da din hökumətidir. Hansı vəziyyətdədir? İnkişaf edirmi? Bu günlərdə yenidən İranda etirazlar başlayıb. İranı dağıtmaqsa, İran dağılacaq zaten, yaşaya bilmirlər. O xilafəti Səudiyyə Ərəbistanını qorub çoxmu mübarək oldu, çoxmu xoşbəxt ola bildilər? Xeyr. Amma burada məqsəd nədir? Yetər ki, ata-oğul hakimiyyəti olsun, yetər ki, qoy bizim nəslimiz olsun, təkcə buna görə xilafət istəyirlər. Yoxsa xilafətin uğurlu bir sahə olduqlarını özləri də bilirlər ki, bu uğurlu bir sahədir. Məhz Türkiyəni bugün Amerikada, məhz bu günləri İsrail də ona itələmək istəyir ki, sən nə olursa olsun, sən demokratiya olma. Bugün İslam dünyası içərisində Türkiyə ona görə güclü ola bilib ki, inkişaf edə bilib ki, o bir Atatürkdən gələn demokratik bir hakimiyyət olur. Demokratiya yalnız inkişaf yarada bilər. Xəlifəli isə Türkiyənin tamamilə paramparça olmasına gətirib çıxardı. Zaten xəlifəli vardı və paramparça oldu. Yaratmışdınız da, demək ki, yaşaya bilmədi. Və bugün bunun ən gözəl nümunəsini Rusiyada da görə bilərik. Rusiyada krallıq yaratmaq istədi, Çar Rusiyasını yenidən gətirmək istədi. Amma nə oldu? Bugün yenidən Rusiyanın parçalanması məsələsi gəlib çıxıb böyük bir sual altına düşüb. İkinci bir məsələ, bu günləri biz demişdik Türkiyəyə qarşı ciddi mübarizə var. Türkiyə güclü dövlətdir.
Türkiyənin gücünü onun əlindən almaq, əslində xilafət yaratmaqla Türkiyənin gücünü onun əlindən ala bilərlər. Bugün Türkiyəyə qarşı birləşir Yunanistan, Kipr falan filan. Əlbəttə ki, mən sizlə razıyam ki, Türkiyə ciddi ölkədə, Türkiyə güclü ölkədə, Türkiyə müəyyən mənada güclənir, amma iqtisadi zəifliklərini də bilirlər. Əslində burada Yunanistan da, İsrail də Türkiyəyə qan necə deyək, tökülməsini istəyir. Türkiyə qan itirməsini istəyirlər. Türkiyənin başını orada, burada necə deyirlər, qarışdırıb onu yormaq, onu tükəndirmək istəyirlər. Çünki Türkiyənin iqtisadiyyatının çox bərbad vəziyyətdə olduğunu yaxşı bilirlər. Və bununla da onu Suriyada işlədirlər, onu Yunanistanda işlədirlər, silahlanırlar ki, Türkiyədə silahlansın. Xatırlayırsınız? Məhz soyuq müharibədən sonra Sovet hökumətinin silahlanmağa getməsi Sovet hökumətində dağıdan məsələlərdən biri olmuşdu. Çünki bütün pullarını silaha verdi və iqtisadiyyat məhv oldu. Bu günlərdə Türkiyəyə qarşı sanki bunu biz görürük. Əlbəttə, Türkiyə ilə biz ona görə deyirik ki, əlaqələr həmişə İsraillə bir çərçivədə inkişaf etməlidir. Onu rəqib seçmək olmaz. Çünki Türkiyənin kifayət qədər rəqibi var. Onu rəqib seçmək olmaz. Ərəblərə də güvənmək olmaz. Baxın, bu günləri biz, məsələn üçün, mən Suriya barəsində nəyi deyə bilərəm? Suriya barəsində mən deyirdim ki, əlbəttə Suriyanın vahidliyi çox önəmlidir. Amma necə? Sizcə bugünkü kostyum geymiş, qalustuk vurmuş IŞİD-lə, Colani ilə Suriyanı idarə etmək mi olacaq? Biz Suriyaya niyə görə demokratiya gətirə bilmirik? Demokratiya gətirə bilirsinizmi? Gətirə bilmirsiniz. Yenə də IŞİD-in bir nümayəndəsini gətirib orada qoydunuz. Ondan inkişaf edə bilərmi? Əlbəttə, mən də razıyam ki, vahid bir Suriya olsun. Vahid Suriyada Türkiyə daha çox şey qazanar və istəyir ki, şərqdən gələn, cənubdan gələn neft kəmərləri, qaz kəmərləri də Türkiyədən keçsin. Amma biz bunu eləyə bilməyəcəyik. Məhz bu günləri İsraili özünə düşmən etməklə, inanın mənə, sən Suriyada heç bir uğur əldə eləyə bilməyəcəksən. Ona görə də bugünkü Suriyanın uğuru məhz Türkmen eli dövlətinin yaradılmasıdır. Əgər Suriyanın vahidliyi qoruna bilmirsə, Türkmen eli dövləti qurulmalıdır. Məhz Türkiyənin səhvi nəticəsində bunu İraqda eləmədilər. Bunu Suriyada bu günləri Suriyanın öz ordusu belə Sultan Murad Tugayından ibarətdir. Orada Türkmenlər çox güclüdülər. Bugün Türkiyə özünü cənubdan gələn, belə deyək, zirzibildən, istər IŞİD-dan olsun, istər Kürd təhlükəsi olsun, istər Siyonist təhlükəsi olsun, bütün bu təhlükələrdən qorumaq üçün Türkmen eli dövlətini qoruyub, Türkiyənin cənubunda Türkmen eli dövləti qurmaq. Türkmenlər kifayət qədər güclüdülər. Oradan da keçib çalışıb İraqda da bunu yaratmaq. Bunlar əslində misak-ı milli sınırlarıdır. Yəni Atatürk'ün öz ərazisi saydığı sınırlardır. Bu sınırları qorumaqla biz Türkiyə öz təhlükəsizliyini də qoruya bilər və Türkiyə özünü başqa qüvvələrdən də qoruya bilər. Amma biz bugün baxırıq, görürük ki, sən Suriyada bunu edə bilmirsən. Suriyada Colani hökuməti bunu bacara bilməyəcək. Çünki orada bir vəhdət yaratmaq lazım. Orada bir demokrasi olsa, demokratiya olsa, ona əsaslanan bir hökumət olsa, biz bunu eləyə bilərik. Amma yenə də bugün Amerika və İsrail orada nə istəyir? Eynən İraqda çıxartdığı oyunları çıxartmaq istəyirlər. Orada şiələrin yeri olsun, orada sünnilərin yeri olsun, burada filankəslərin yeri. Bu dağıtmaqdır, bu xilafət əslində. İraqda bunu elədilər, İraq indiyə qədər özünə gəlmir. Kürdlərin qoy dövləti olsun, filankəslərin. Bu hamısı İsrailin xeyrinə, Amerikanın xeyrinədir. Ona görə də Türkiyə çalışmalıdır ki, orada bir Türkmen eli dövləti qursun. Əgər vahid Suriyanı qurmaq mümkün deyilsə və vahid Suriyanı da bu qalstuk geymiş IŞİDçi ilə qurmaq mümkün olmayacaq. Sadəcə növbəti taktiki bir addımdır, sülh olsun. Sülhü necə gətirəcəksən? Sülhün rıçaqları olmaz. Deyər ki, orada sülh olsun, biz orada neft gətirək. Yenə də burada Türkiyədə kafa ona işləyir ki, sən orada neft gətirək, biz burada pul qazanaq. Yenə də pul qazan. Çünki bilirsiniz, Erdoğanın məşhur bir deyimi var, qazan ifadəsi. Qazanaq. Qazanmaq üçün birinci sabitlik lazımdır. Qalstuklu IŞİDçi ilə də sən sabitliyi qazana bilməsən. Şiə orada baş qaldıracaq, Sünni burada baş. Ona görə də vahid Suriyanı yaratmaq, biz deyirdik ki, vahid Suriya yaranar normal bir ölkə, amma normal ölkə qoymayacaqlar. Üstəgəl də sən burada İsraili də özünə düşmən kəsdirmisənsə,
Qəti surətdə burada sən sabit Suriyadan söhbət gedə bilməz. Burada sənə qan utduracaqlar, burada sən qan itirəcəksən. Bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin artıq Suriyaya daxil olduğunu, çünki PKK-ya, PYD-yə orada vaxt verib 30-na qədər. İnşallah ki, Türkiyə ordusu qüvvətli olar, girər orada qan itirməklə bunların qarşısını alar. Vahid heç olmasa Suriyanın özünü idarə edilməsində Türkiyə yaxından iştirak edir. Çünki İsrail bundan çəkinir. Aydın məsələdir. İsrail bundan ehtiyat edir. Türkiyənin silahlı qüvvələrinin güc-qüvvət adlı bir paylaşımı vardı. O saat İsraildən buna cavab gəldi. İsrail bundan çəkinir, İsrail bundan qorxur. Aydın məsələ Türkiyənin orada güclənməsini istəmir. Amma Türkiyə ciddi addımlar atmalıdır. Yəni heç olmasa buna girmisənsə, vahid Suriyanı istəyirsənsə, artıq sən burada qan itirməlisən, ordunu salmalısan. Bu günləri girdiyi barəsində məlumatlar yazılıb, amma hələ ki bu barədə məlumat verilmir. İkinci bir məsələ, bu günləri Somaliland deyilən bir torpaq parçası var ki, Somaliya ərazisi və bunu İsrail tanıdı. İsrail bunu niyə görə tanıyır? Somaliləndi İsrail ona görə tanıyır ki, məhz Yəmənə yaxın olsun. Ora çox Yəmənə yaxındır. Yəmənin başına zərbə endirə bilsin, çünki Yəmən onun düşmənidir və öz maraqlarına görə Somaliləndi tanıyır. Bu günləri bu barədə güya bir gülüş obyektdə yazır. Təkcə sən bunu bəyənmirsən, təkcə sən bunu tanıyırsan. İndi Azərbaycan Xarici İşlər Nazirinin də dediklərinə görə etiraz gəlib ki, o separatçıdırsa onu tanıya bilməsən. Yaxşı, belə bir sual. Yaxşı, bəs Kipr hansı dövlətə aiddir? Və Kipri niyə tanıyırsınız? Kiprdə, vahid Kiprin ərazisində, vahid Kiprin ərazisini sən dövlət kimi tanımaqsan, tanımamısan, istəmirsən tanıyasan. Bəs vahid dövlət kimi necə tanıyır? Bəs Kipri sən tanıyanda dünyada yeganə bir dənə tanınmış Türkiyə olur da. Bəs o gülməli deyil. Yaxşı, Somaliləndi bir dənə, mən demirəm separatçılığın əleyhinəyəm, amma aydın məsələdir ki, İsrail Türkiyəni ehtiyatlanır və Türkiyədən ehtiyatlandığına görə o da öz işini görür və Yəmən terrorçularına qarşı da, Ən-Nasraya qarşı da və o digərləri orada Husilərə qarşı da vuruşmaq istəyir. Çünki onlar hər dəfə raket atırlar İsrailə. Aydın məsələ ki, buna görə tanıyır. Amma sən də axı burada Kipr məsələsini ortaya qoyursan, Kipri də təkcə səndən başqa dünyada heç kəs tanımayıb. Bəs bu gülməli deyilmi? Ona görə də mənim nəzərim, bugün dünyada maraqlar var. Bütün bu maraqlar əslində qalsa hər bir dövlət öz marağını güdür. Çox normal bir şeydir, amma nəyin bahasına olursa olsun Türkiyə güclənməlidir. Türkiyə Azərbaycanın müttəfiqidir və nəyin Türkiyə İsraillə qol-boyun olub öpüşməyə ehtiyac yoxdur, amma Türkiyə öz maraqlarından ötürü əgər Suriyada da qalib gəlmək istəyirsə, birbaşa İsraillə danışmalıdır. İsraillə bir masaya oturmalıdır. Yoxsa ona qan itistirəcəklər, yoxsa o enerji itirəcək. Bütün bu enerji itkiləri də Türkiyənin fəlakəti ola bilər, əlbəttə ki, iqtisadi baxımdan. Təşəkkür edirəm diqqətinizə görə.